Salam əziz, dəyərli izləyicilər. Bugün sizə Oğlaq bürcünü təqdim edirəm əzizim. Əziz Oğlaqlar, bu həftə sizin üçün qətiyyətinizi, sabitliyinizi, əhəmiyyətini ortaya qoyacaq həftədir. Yəni həyatınızda mühüm qərarlar verə bilərsiniz. Uzun müddətdir planlar qurmaq üçün, yəni ideyalarınızı düşünmüsünüz, ideyalar fikirləşib həyata keçirmək istəmisiniz. Yəni hər gün sizə gələcəyiniz üçün möhkəm təməl qoymağa imkan verir. Yəni planlı, düşüncəli addımlarla irəliyə baxaraq gözəl başarıqlarınızı üzə çıxara biləcəksiniz. Oğlaq bürcü olmaq deyərdim ki, hər şeyi soyuqqanlıqla yanaşmaq, uğur üçün strateji planlar qurmaq deməkdir sizlər üçün. Bu həftə öz gücünüzü inanaraq hər fürsəti qiymətləndirməyi bacaracaqsınız əzizlərim. Mən deyərdim ki, bu planetimiz Saturn sizin idarə edici planetinizdir, bunu bilirsiniz. Biraz məsuliyyət, struktur və uzun müddətli planlarınız ki var, onun vacibliyini vurğulayır sizlər üçün bu həftə. Hər addımınızı düşünərək atın, çünki hər qərarınız gələcəyinizi formalaşdıra bilər əzizim. Özünüzə inamınızı artırın, çalışın. Hərəkət edərək enerjiniz güclənəcək. Düzgün istiqamətlənərək həm işdə, həm də şəxsi həyatınızda güclü irəlilişlər əldə edə bilərsiniz. Bax, gözlənilməz bəzinizdə dəyişikliklər yarana bilər, amma hər dəyişiklik sizə yeni imkanlar, perspektivlər də təqdim edə biləcək. Bax, kainat sizə hər an yeni məlumatlar, yeni həyatınızda fürsətlər təqdim edə bilir. Yəni, bu fürsətlərdən də öz hissiyatınızı dinləyərək hər detala diqqət yetirin. Yəni, bəzən siz diqqətsiz olursunuz, bəzən fürsətinizi qaçırırsınız. Yəni, fürsət də olanda o dəqiqə özünüzü yox, başqaları üçün qaçırsınız, yaxınlarınız üçün qaçırsınız, yaxınlarınızla bağlantı qurursunuz. 7-sindən sonra sizi anlamayanlar artıq anlaya biləcək. Qohum, ən yaxınlarınızla anlaşacaqsınız ki, o insanlar ki, çox zaman sizinlə anlaşmıblar. 13-dən sonra da yavaş-yavaş bəzilərinizin həyatda işlərinizi düzəmə qoyursunuz. Son 4 aydır böhran çöküntüsü kimi duyğusal çöküntüləriniz olmuş bəzilərinizdə. Lakin düzəlməyə doğru gedir yavaş-yavaş. Karyeranızda dəyişikliklər ola biləcək, öz haqlarınızı ala biləcəksiniz və ya valideyniniz sizə dəstəyi ola bilər. Yəni, heç kimin sizin üzərinə gəlməyini istəmirsiniz. Sözləriniz ruha toxuna bilər. Öz dərdiniz, yəni oturub deyirsən ki, öz dərdim özümə bəsdir artıq mən dəyişəcəm, artıq əvvəlki kimi olmayacam, hamı üçün qaçmayacam, mən də özümü düşünəcəm. Yəni, çox zaman həyatın dərdi ilə dərdlənirsiniz bəziləriniz. Bir mesaj, bir zəng gələ bilər sizə. Əvvəl o gələn zənglər ki, vaxtıkən gəlib və mesajlar gəlib, oxumamış, açmamışsınız. Lakin indi açaraq yəni, sevinəcəksiniz, fikirləşdiyiniz kimi olmayacaq. Təcrübələrinizlə, başarığınızla, rahatlıqla huzurunuza çatacaqsınız. Bir qadın sizin yaxşılığınızı düşünür, bir yardımı ola biləcək. Niyyətin gerçəkləşir, artıq sevdiyin insanla ailə qurmaq istəyəcəksiniz. Çünki ailən əvvəlcə bəlkə də o sevdiyin insana qarşı narazılığı vardısa da artıq üzləri sevinir, razılığını bildirəcəklər, gözəl baxışlarla baxacaqlar, gözəl başlanğıclar edəcəksiniz. Bəzi əngəlləri aşaraq istədiyin, bəlkə də vaxtıkən arzuladığınız ev var, ev istəyirsiniz və ya ev almaq istəyirsiniz, kirayədə qalırsınız, artıq yorulmuşsunuz. İstədiyiniz evi də ala biləcəksiniz. Biraz səbirli olun. Planlarınızı yavaş-yavaş həyata keçirirsiniz. Bir zəng gözləyirsiniz. O insandan ki, zəng gözləyirsiniz, biraz sıxılırsınız, darıxmalarınız var. Lakin o insan uzağa getmiş peşman olacaq. Yəni, peşmançılığını onun eşidəcəksiniz. Bir iş təklifi gələcək. Ortaq yoldaş, dostumu birilərlə sizi tanış edə bilər və ya sizə bir iş təklifi gətirə bilər. Bir əskər yola salırsınız və ya bir əskər qəbul edəcəksiniz. Evdə bir şənlik, bir qeyd etmə ola biləcək.
yaxın qohumunuzla görüşə biləcəksiniz. Halbuki o qohumla anlaşa bilməmisiniz vaxt ikən, keçmişdə qalmış o insan. Hansısa bir yığıncaqda, bəlkə də üz-üzə gələ bilərsiniz. Həyat yoldaşının işində anidən bir dəyişiklik ola biləcək, maddiyyat əlinə gələ biləcək. O həyat yoldaşının olumsuzluqları yavaş-yavaş gedəcək. Biriləri ilə maraqlanırsınız. Nə edir? Yəni halı necədir indi? Lakin ondan ailə içindən bəlkə də biriləridir. Ondan ailəyə bir xəbər gələ biləcək. Beyniniz biraz qarma-qarışıqdır. Ruhun daralmış elə bir. Bir yola düşəcəksiniz, yola çıxacaqsınız. Tərəzi, ox atan bürcü ilə, bəlkə də ailədən biriləridir. Bir söhbət edəcəksiniz, ortaq nöqtəyə gələcəksiniz. Bəzi insanlar gözünüzdə dəyərli deyirlər. Çünki artıq onların maskaları üzündən düşmüş, onları tanıdınız artıq. Onlardan biriləri qarşınıza çıxıb söhbət edə bilərsiniz. Bir şeyləri dəyişmək istəyəcəksiniz. Özündən razı olan insanlardan uzaq olacaqsınız. Sizə etdiklərini unuda bilmirsiniz birilərini. Arxandan biriləri sizə dəstək ola biləcək. Dimdik ayaq üstə dura bilirsiniz. Beyninizi çox yoran məsələləri düşünürsünüz və həll edəcəksiniz. Bir xəbər gəlir, xəbərin arxasınca nəsib qismət gəlir sizə, əzizlərim. Evlilik məsələləri ola biləcək. Keçmişlə gələcək arasında düşüncələriniz var, səbrini zorlayanlar var, sıxıntılarınız var hələ də. Çox şeyləri dəyişdirmək istəyirsiniz, dəyişdirəcəksiniz. Çox qərarlar verdiniz. Yanlışlıqlardan dərs çıxaracaqsınız. Gözü qapalı şeylər edirdiniz. Elə bir sizin də təmiz niyyətinizdən istifadə edənlər oldu. Artıq öz duyğusallığına son verəcəksiniz, əzizlərim. Planınıza doğru gedirsiniz. Danışa bilmədiklərinizi danışacaqsınız. Duyğusal düşüncələriniz var. Çox həssas olacaqsınız bu axır vaxtlar. Keçmişlə gələcəyə bağlantı qurmağa biraz çətinlik çəkirsiniz. Duyğularınız var əzizim. Çox düşünürsünüz. Hətta ailə içində biraz anlaşmamazlıqlar, ona görə ki, keyfsiz olursunuz. Bir də görürsünüz, söz bir-birinizin boğazından keçmir. Üçüncü şəxs sizə maneçilik edir və ya ortaqlıq olmaq istəyirsiniz biri ilə, bir qadınla. Amma mən deyərdim ki, o qadınla ortaqlığınız yaxşı olmaya bilər. Çünki o qadın çox hiyləgərdir. Yəni siz oradan heç nə qazana bilməzsiniz və ya ona güvənmisiniz. Amma yanlış bir addım atmayın, çalışın. Yanlış sevgi, yanlış addım. Bəlkə də ailəlisiniz, amma yanlış addım atırsınız. Bu bütün gizli sirlər nə varsa üzə çıxa biləcək. Yəni yaxın vaxtlarda üzə çıxa bilər. Çünki hiyləgər biriləri bunu üzə çıxaracaq. Lakin heç kəsdən də qorxmadan öz addımınızla irəli gedirsiniz. Yeni layihələr, iş yerində uzun zamandır düşündüyünüz layihələr var ki, onları reallaşdıracaqsınız. Siz özünüzün analitik düşüncənizlə planlı yaşamanız elə bir ki, həqiqətən hər tərəfdən yüksək qiymətləndiriləcək. Hətta deyərdim, işləyirsinizsə, iş yerində də rəhbərdən yüksələcək. Amma tərif olsa da sizə, yəni sizi qiymətləndirilsə də, bəzi həmkarlarınız uğurlarınıza qısqanırlar. Bunu duyaraq ki, yəni yüksəlməyə doğru gedirsiniz, qabağa doğru gedirsiniz. Bunu duyaraq gizli strategiyalarını qurmaq istəyəcəklər. Buna da biraz diqqətli olun. Ani qərarlar verməyin. Hər vəziyyətə biraz soyuqqanlı, strateji şəkildə analiz edin, çalışın. Uğurlarınızın nəticəsində hətta maaş artımı ola bilər, bonusla gəliriniz əldə edə bilərsiniz. Bəzi maliyyə qərarlarından çəkinin. Biriləri sizi bir yerə yatırım etməyini təklif edə bilər və ya banka zamin durmağa təklif edə bilər. Biraz diqqətli olun. Hətta bəlkə də siz kredit də almışsınız, amma ailədə bilmirlər, gizli kreditlər götürmüsünüz, borclarınız var. Yəni bu borclardan özünüz bilirsiniz ki, özüm yavaş-yavaş qutaracağım fikirləşirsiniz. Amma qutardıqca yenə borc gəlir. Beləcə çox darıxırsınız, sıxılırsınız. Gəmidə işləyəniniz varsa, orada dənizlə əlaqəli işləyirsinizsə, biriləri gözü götürməyən var. Hətta hərdən işdən çıxmaq istəyirsiniz, başqa işə getmək istəyirsiniz. Əzizim, hələ ki işlər siz üçün yoxdursa, yəni
tam işi danışmamış bu işten çıkmayın. Yoksa çok boş kalabilirsiniz. Ünsiyyət zamanı gözəl qarşınıza enerjili insanlar, yani tanış olmağa yaranacak, tanışlıq yaranacak. Gözəl enerji insanlar qarşına çıxa bilər. Gözəl də olsa qarşısına çıxan insanın səmimiyyətli olduğu, olmadığını bütün dərinliyi ilə, diqqətlə baxın, sonra qiymətləndirin əzizlərim. Yenə deyirəm, yanlış addım, yanlış sevgi, platonik sevgi, bunlar hamısını geridə qoyacaqsınız. Çünki artıq görəcəksiniz ki, bu sevgi ortada boşluq, hətta sizi geri çəkir. Artıq münasibətdə varsınızsa, partnyorunuz varsa da aranızda inciklik var, məsafələr var, anlaşmamazlıqlar var. Bu həftə gözəl bir həftədir ki, bunu müzakirə edərək açıq şəkildə, yəni açıq dialoq edərək münasibətinizi daha da möhkəmləndirə bilərsiniz. Keçmişdə qalan duyğular və əlaqələr yenidən gündəminizə gələ biləcək. Ani keçmişin yükündən azad olmaq istəyəcəksiniz və gələcəyə sağlam addım atmaq istəyəcəksiniz. Siz də elə bir keçmişə baxaraq bir dərs kimi qiymətləndirəcəksiniz həftənizi. Münasibətlərinizdə hisslərinizə sakitliklə aydınlıq gətirin, çalışın. Yeni tanışlıqlarda da biraz tələsməyin, çünki yeni tanışlıqlarda biri, yəni çox uzun müddətli gedən dostluğu, gedən sevgi olmaya bilər əzizim. Sosial çevrəndə kimlərin dost, kimlərin yanlış, kimlər öz marağı üçün sizdən istifadə edib sizinlə yoldaşlıq etdiyini görəcəksiniz, müəyyənləşdirəcəksiniz. İkiyüzlü insanlar həyatınızda var, gizli məqsədlərinə qarşı hərəkət edən insanlar var. Buna qarşı diqqətli olun, ayıq olun həftənizi əzizim. Bir kursa, bir seminara yazılacaqsınız və ya bir gözəl bir fəaliyyət vasitəsilə bir neçə nəfərlə tanış olacaqsınız. Yəni orada bir seçim edəcəksiniz tanış olduğunuz insanlar arasında. Səmimi insanları, doğru, dürüst insanları həyatınıza gətirmək istəyirsiniz. Dost, ailə münasibətlərində də biraz diqqətli olun əzizlərim. Bəzi münaqişələr ola bilər. Ani xərclər ola bilər həyatınızda. Biraz diqqətli olun. İşte əldə etdiyiniz uğurlar sizi sevindirəcək əzizim. Bəzilərinizi, işinizi dəyişə bilərsiniz. Bu işdən başqa işə keçə bilərsiniz. Biraz qənaətçi olun. Çox dağıdırsınız. Bir əlinizdən gəlir, o bir əlinizdən pul çıxır. Çox şeyi içinə atırsınız. İçinizə ataraq üzə çıxartmırsınız. Dərdinizi danışa bilmirsiniz. Övladını düşünərək siz çox darıxırsınız. İnşallah darıxmayın. Yəni ağılla, məntiqlə düşündükcə övladınız da hər bir çətinlikdən çıxa biləcək. Bir yuxusuzluq var, biraz canınızda ağrılar var. Ağrılarınıza baxın. Mədə, bağırsaq, qıcqırma, səpki. Bax, biraz fikir verin özünüzə. Böyrəyinizdə anidən ağrı ola bilər. Biraz göbəkdən aşağı həkim müraciəti ola biləcək bəzilərinizə. Yaxşı çalışın, qidalanın. Bəzilərinizdə hətta deyərdim vitaminsizliyi, D vitaminsizliyi də var. Biraz özünüzə çalışın, vaxt ayırın, özünüzə baxmaq üçün. Hər şeyə də hazır olun, çalışın həyatınızda. Yəni ani qərarlar verməyin, çalışın. Ayıq olun bu həftə, çalışın. Keçmişlə indiki arasındakı tarazlığı tapmaq üçün açıq dialoqlara üstünlük verin əzizim. Uzaq məsafədə olan biri ilə söhbətiniz ola biləcək. Bir xəbərdən sonra siz tam qərarlaşacaqsınız əzizlərim. Diqqətinizə görə var olun, sağ olun.